Herkes salamlayıram dostlar. Slovakiyadayım. Sərhədi təzə keçmişəm, kəndə girmişəm dostlar. Kəndlərlə gedirəm yavaş-yavaş. İstədim bir sizlə söhbət, müəbbət. Gecə sürüşü deyirdiniz. Bir kameranı açaq gecə sürüşündə. Görəsiz sizdə. Karpat dağlarda dostlar, perivallar qalxıb düşürəm. Slovakiyanın aparatını aldım, oradadır. Saat 8-9'un yarısı yerli baxla girdim Slovakiyaya. Ay sərhəddə itlər durur, nə bilim pişiklər durur, transport durur, heç kim yox idi. Özümüz üçün gedirdik. Hətta gedə-gedə videosunda çəkib qardaşıma atdım ki, buna baxı. Boşluq sakitçiliyi idi. İstiqamətimiz Rumıniya dostlar, Konstansa şəhəri, Gəmiyə limana doğru gedirəm. Gəminin ağzında da çalışacağım, çəkişlər eləyim, əgər şərait əl versə. Portumuzun zahirində 0 dərəcədir dostlar. Qar yağdı, dayandı, amma daxilində hazırda 26 dərəcəni tutmuşam. Düşünürəm ki, 24 dərəcə var. Burada yollar dardı. Bilməm, kamera ötürür sizə ya yox. Yolun darlığı ilə da əməlli başlı sağ-sol zolaqla belə millimetr gedirsən. Əslində bu beynəlxalq sərhəd deyil. Sadəcə mənə yaxın olan sərhəd olduğundan buradan keçdim. Normal sürətimiz var, gedirik özümüz üçün. Amma ziyanı yoxdur, problem yoxdur. Zaten radar olan da bizə görsədir və yol şəraitimiz ona uyğundur ki, sürə bilərik. Burada biraz yavaşlayaq. Ay Slovaklar, düzəldin də bu yolda. Burada dağ görəcəyik dostlar. Ucu başladı dağa qalxırıq. Amma dağa qalxanda əfsuslar olsun, tormuz vermək məcburiyyətindəyik. Çünki əməlli perivaldır. Yavaş-yavaş yol xarablaşır deyə məcbursan yavaş sürəsən. Burada Abqon qadağandır, zaten dar yoldur. Ona görə hamı bir-birinin dalında ördək balası kimi elə irəliləyirlər. Biz də özümüz üçün gedək dostlar, qalxırıq, düşürük, yəni bizim üçün maniyə deyil. Allah nad nami, zemля под nami, vперед musulmani. Slovak aparatımızdır. Müəyyən kilometraj dəf eləyəndə səs eləyir. Yolun pulunun balansda olduğunu və işlədiyini göstərmə əlamətidir. Slovak aparatının digərlərindən fərqi odur ki, dostlar, daim zaryadkada qalmalıdır. 24 volt. Orada atdelli yer var Scania'da, ora taxmışam sağ tərəfə ki, sol tərəfə meşət eləməsin. Pasajırın içinə taxmışam ki, sürücü adapter yerindən prikuriviçildə belə deyək, yararlanıb telefonumuzu zaryadkaya qoya bilək. Telefon da daim zaryadkada olmağı yaxşıdır. Nə vaxt, nə zaman bu yollarda başıma gələcəyi bir şey bəlli deyil. Bu bizə marqatdadır. Bu tur bizə marqatdadır. İçərin işığını söndürüm. Qabaqda yəqin dayanıblar deyə marqatdadır. Mənim işıqlarım göyə vurmur. Yəni işığa göyə marqatlaya bilməz. Yəni nəsə qabaqda ceyran, cüyür, kaban zat, nəsə maniyə var yolda yəqin. O yüzden yenə də biz yolumuzu tutaq. Qaranlıq bir yerdir dostlar. Tam meşənin ortasıdır. Dağlardır. Yəni dəniz səviyyəsindən bəlkə 1 kilometr hündürdəyik. Bəlkə də çox, bilmirəm. Qulağımın davleniyada tutulduğunu dair sizə deyirəm bunu. Tez-tez o təyyarədə tez-tez uçanlar bilər. Həmən hal baş verir. Tez-tez udqunmaq və əsnəmək və su içmək məcburiyyətində qalıram. Çünki hava davleniyası düşür, qalxır. Və belə yerlərdə, meşələrdə insanın maşını xarab olmasın. Şoferin qorxulu yuxusudur. Biz zaten əvvəllər həmişə deyirik, o polisidir, transportnikidir. Yox dostlar, belə yerdə maşın dayanmaya. içindəki 450 dənə at bizi aparıb çatdırsın gedəcəyimiz mənzilə. Tək ki, bütün sürücüləri
çatdırsın dostlar. Heç bir sürücü yolda qalmasın. Ona görə maşına vaxtı-vaxtda baxmaq lazımdır. Amma mən özüm neçə vaxtı normal yuxu yatmıram, uje bədənim perkoz verir. O ki qaldı texnika, bir maşın. Yəni insan belə dözmür. Ona görə maşına vaxtı-vaxtına qulluq eləmək lazımdır ki, belə yerdə dalini söndürə, yaşayış məntəqəsinə çatırıq. Çünki bunlar o vaxtı yatırlar. Ya klubdadılar, ya yatıblar. Amma bu kətdir, burada klub nə gəzir? Ona görə dalini yandırmayaq ki, yazıqdılar. Durduq yerdə sarı qulaqların qarğışlarını qazanmayaq. 50'lik yoldadır, tələmişik ya, öz aramızda. Sakitçilikdir də, neyniyə sürürük də dostlar. Ayşif Karopka ekonom rejimdədir, ekonom rejimə düşüb, hazırda neytralda gedir özü. Ayağınızı qaza göstərən kimi zaten özü motorun hərəkət sürətini tutur. Orada bir maşın dayanmışdı, biz də 65'dən keçdik. Daha bilmirəm polis idi, deyildi, nəysə. Dalinimizi bırak. Bu zaten buralar perivaldı dostlar. Zaten buralar perivaldı. Sürüşmə işarəsi və 60 maksimal sürət verir bizə. Ah, retarderim mənim. Kim deyə bilər dostlar ki, sizin də mən qədər xoşunuz gəlir retarderin səsindən, o uyuldamağından. Ləzzət eləyir də. Burada qayalar aşma təhlükəsi var. Onu da zaten verir bizə. Bax, belə ucu bilinməyən pavorotlarda dostlar, uzaqdan dalini yandırıb söndürməyi, amma sönmüş vəziyyətdə girməyiniz məsləhətdir. Pavorota. Çünki qarşıdan gələn maşın işığın yandırar, onu görməzsiniz. Ola bilər sizin palasada dönür, ola bilər niqabaritdir. Hər ehtimala qarşı dalini yandırdınız, siz qabaqdan öndən gələnə göstərdiniz ki, yəni burada bir texnika gəlir, o sizi görsə kifayət eləyir. Burada yolun axırını gördüyümə görə söndürmə ehtiyacı yoxdur. Qaya dör, qala dör. Burada ortalaya bilərik biraz. Burada oca söndürməyimiz şərtdir, çünki sağ tərəfdən maşınlar gəlir. Kamera sizə uzaqdan ötürə bilər, amma normalda uzaqdan gəlmir. Onlar oca yaxındılar və yaxınlaşdılar və keçdilər bizə. Yolumuzu davam eləyək dostlar. Yolumuz çox uzundur. Saat 21:32-dir. Bizim hələ çox yolumuz var. Rəhmətli Hüseyin Dəriyə demişəm, hələ çox qəlbləri yandıracam. Çox canlara nə bilim deyəcəm. Mən yaşadıqca deyirdi o vaxtları. Sizdə də var idi dostlar o vaxtları. Hüseyin Dəriyə, Xose Anar Nağılbaz söhbəti 2000-ci illərdə, yəni 90'larda böyüyən uşaqlara aid da bu. 90'lar, indi yekə kişidirlər, içi biz qarışıq. Amma nə var idi, onda var idi ha dostlar. Vallahi, əylə zor idi. O moment üçün darıxmışam. Səhər durğuzurdular məktəbə dostlar. Dururdun. Kombi var idi o vaxtları. Dövlətin babama verdiyi 3 otaqlı evdə xalqlarda yaşayırdıq dostlar. Yenə 8. 129 nömrəli məktəbin yanında. 10 nömrəli məktəbdə oxumuşam 2-ci sinifə qədər dostlar. O ərazidə qalanları da dilini salamlayıram buradan. Təsəvvür eləyin. Nə kombi? Heç nə. Dövlətin verdiyi Atapleni Katelnidən gəlirdi. Zaten Katelni evimizin böyründə idi. İndi o yerdən Avastroyka tikiblər. Biz orada yaşamırıq artıq. Köçmüşük illərdə oradan Nefsilərə. Amma o anlar yadıma gəlir də. Səhərlər yuxudan dururdun. O kalgotka fason paltar geyindirərdi evdəşlər bizə. 1-ci sinif, nə bilim, bağça vaxtı. Gedirdi kuxnaya qaz peçin yanına. O yaşıl emusiyalı divarlarla hər evdə kladovka var idi. Qonşuluğun dəyəri çox möhkəm idi. Dostlar, hələ yadınıza gəlir evdən çıxanda böyüklərimiz açarı qonşuya verib gedərdi. Yadınıza gəlirmi bu gözəl zamanlar? İndi çox nadir hallarda elə bir şey var ki, kimsə qonşuya açar versin. Ya qapının ağzında prixojada ayaq silmək üçün indi satırlar belə hazır. O vaxt əski sərərdilər analarımız. O əskinin altında açarı gizlədərdi ki,
Bizdən sonraki gələn telefon yox idi axı. Bizdən sonraki gələn adam hamı bilirdi açarın yerini. Və bunu bütün qonşular bilirdi ki, hamı açarı orada gizlədir. Heç kimin malına, heç bir kişinin pulunu saymırdı. İndi İraq yaxşılardan çox kişinin pullarını sayır dostlar. Neynədir, necə qazandı. Əvvəl öyle bir şey yox idi. İşləyən işləyirdi, işləməyən əl sənəti ilə məşğul idi. Mən 93 təvəllüdəm. 98-99-cu illərdən bəri mənim hər şey yadımdadır. 2000 yavaş 2005 xəyala getdim, pavorotu qaçırırdım. 2005-2006-cı ilə qədər çox şeyin dəyəri var idi. Çox şey dəyərdən düşdü dostlar. Çox dəyərlərimiz dəyərdən düşdü. Amma gözəl günlər idi. O səhər Qaspeçin yanına gedirdin, əlvi qızdırırdın, ne belə. Sən əlvi qızdırırdın, bilmirdin yemək yeyəsən, bilmirdin mamava dərsdə əzbər danışacağın, dünən verilən şeiri əzbər danışasan. Hər şey bir yerdəydi. Evdən qaçaqovla çıxıb o soyuqda o burnumuz üşüyərdi, əlimizin burası ilə, bax bu hissə ilə burnumuza vurardıq, belə burnumuzu qızışdırardıq. Hardadır o günlər? Hardadır o günlər? Evdən çox uzaq düşmüşük. Mənim hazırda Azərbaycana 7000 kilometr məsafəm var. Bakıdan Tbilisə 600 kilometr gedəndə adam yorulur. 7000 kilometr mən dünyanın tamam fərqli bir yerindəyəm. Və mənim olduğum yer nədir ki, adam var Amerikada vətən həsrəti çəkir. Adam var illərdə Almaniyada, illərdə Belçikadadır, Qalandiyadadır, vətən həsrəti çəkir. Həyatını orada qurub, çoxu da deyir, bura yaxşıdır. Vətən vətəndir dostlar. Elə belə deməyiblər, ölməyə vətən yaxşı. Sən aid olan yer sənin vətənindir. Sənin başa düşülən yer sənin vətənindir. Sənin doğulub böyüdüyün mühitdir. Allah Taala insan sistemini elə yaradıb ki, bir qara dərili gəlib bizim qidalandığımız qidalarla qidalansa, içalatı çürüyüb ölə bilər. Və biz onların qidalandığı qidalarla qidalansaq, biz ölə bilərik. Bir Çinlinin qidalandığı qidanı yeyə bilmərik biz, həşəratları. O bizim üçün nəzərdə tutulmayıb. Bu yeri çox önəmli daha dostlar. Biz öz mühitimiz, öz çevrəmizdə, öz iqlimimizdə yetişən meyvə tərəvəzlə qidalansaq daha belə sağlamlığımız mürəkkəb şəkildə olar. Bunlar hamısı sahib hesablanmış şeylərdir. Kimlərsə bəziləri özlərini qınaya bilər, niyə mən filan yerdə doğulmadım? Elə deyil. Bunlar hamısı illər əvvəl ruhumuz hazırlananda sahib hesablanmış yerlərdir. Dostlar. O yüzden vətən yaxşı dostlar. Mən Azərbaycandan çıxıram dostlar. Ürəyim istəməyə gedirəm. Siz elə bilirsiniz, mən burada xoş gün görürəm və yaxud da ki, mən bura işləməyə gəlirəm, əziyyət çəkməyə gəlirəm. Mənim buralarla gözəl xatirələrim var. Amma əziyyətli xatirələrim hamısını vurur örtür. Həyat belədir dostlar, 4 səhv bir düzə aparır. Nəysə, həyat dərsimizin başını buraxaq, yolumuza davam eləyək. Yoldur. Bax, mən sizə bir dənə sirri açım. Tır sürücüləri keçsin bu videonu. Tırda işləmək istəyənlərin tır arzusunda, uzun yol kapitanı olmaq arzusunda olan insanlara da sözüm. Bu sirrimdir. Elə bir uzaq yol gedən insan yoxdur ki, yol getdiyi yerdə ağlamasın. Bir ixtiyar. Elə bir kişi yoxdur. Varsa kommentariyada bir tır sürücüsü yazsın ki, belə bir şey olub. Elə şey yoxdur dostlar. Bir dəfə də olsa yol boyu nəsə, hardansa, nəsə, necəsə, kimsə, hansısa öz həyatın, yaşamaq istədiyin həyat, yaşaya bilmədiyin həyatı təsvir edib belə ağlaya bilərsən. Çünki təksən. Çünki yolda özündən danışırsan. Bir söz var, deyir, kişi öz-özünə içində danışmağı problemdir, hər kişi danışır. Amma özünə suluq, səsli cavab verirsə, problem odur. Tır sürücüləri özü-özünə cavab verir yolda gedəndə. Beynində ailənin yükünü daşıyır. Hansı ki, o ailədə hər şey var, amma özü yoxdur ailədə. Nə xoş gün, insanıq, uzaq olsun evlərdən, nə şər gün. Heç bir günlərdə
yaxınlarında ola bilmirsən. Bayaq bir kollega ilə, məsləhətdaşımla telefonla danışırdım. Deyir, oğlumun 1 yaşı olanda heç evdə olmadım, aç kimi. Nə deməkdir? Və belə, mən inanıram ki, çevrəvizdə bir tır sürücüsü tanışınız var. O vaxt idi, əl çatmaz idi KAMAZ şoferləri. İndi çoxdur tır sürücüləri. Ondan belə mənim dediklərimi soruşub, o sizə təsdiqləyər. Yol buzdu, qarşıdan gələn maşınlarda vəhşi kimi gəlirlər. Bu videoya baxanlar da düşünməsin ki, mən də elə sürürəm onlar kimi, yox. Mənim sürətim normaldır. Azərbaycan sayağı arada dalini vırıram, blijni vırıram. Özüm üçün yolumu davam edirəm də dostlar. Artıq yolumuz düzəlib, demək olar, avtoban da olmasa qəsəbə arası deyil, qəsəbə Abiznoyu körpülərdəyik. Bunlar da yeni tikilmiş yollardır, yəni 10-15 ilin yoludur. Qardan sonra biraz çuxurlar yarana bilir, amma maniyə deyil, getmək olar. Hətta mən sizə buralardan bir videolar da çəkmişəm. Daha öncəki kadrlarda da görə bilərsiniz dostlar. Daha öncəki kadrlardan da görə bilərsiniz. Dalinimizi söndürək. Scania'mızın işıqları bilet bir ksenondur dostlar. Düzdür, özü dönən deyil, amma ksenondur, yaxşıdır. Lupa da deyil. Yəqin ki LED deyirlərdi, ondan mən o qədər başım çıxmır. Yəqin ki LED olar. Amma yox, 100% LED deyil, ksenondur. Yananda közərir, sonra açılır dostlar. O LEDlər bir dəfə yanır. Bu yanır, közərir, dank açıldı. O vəziyyətdədir. Yol pulu aparatımız qüvvədədir. Yolumuz uzaq. Qardaşım demişkən, ağlımız başımızda, telefonumuz cibimizdə. Onu niyə dedi, heç bilmədim. Retarderin səsinə diqqət. Yol sürüşən və buz olduğuna görə dostlar, indi yox, müəyyən yerlərdə dağlar keçəndə, hələ ki biz düşürük aşağı dağlardan, maşın sürüşməsin deyə, buna baxı, ləmləyəcəkdi ya, yaxşı dalini vurdum. Maşın sürüşməsin deyə 2 dənə dincil var maşında. Arxa ox da qalxır, orta yox, bir də qabaq ox qalxır qoşquda. İkisini də salmışam, yəni 2 oxun ikisi də, 3 oxun üçü də yerdədir, belə deyək. İkisi qalxanda onları salmışam aşağı ki, maşının yer tutumu, tormuzlanma effektliyi daha yaxşı olsun. Belə şeylərə fikir verin dostlar. Əsas da dincil nə vaxt qalxır boş maşında? Sənin tormuzun istədiyin kimi olmur. Bizdə isə radarlardır bax. Düzdür, bura 90'dır. Biz 90 getmirik. Sürtünmə qüvvəsi söhbəti. Dar yollar silsiləsindən. Ola gözü çıxdı bunun. Qaqaş, eləmə belə. Dalini yandıraram, gözün çıxar. Məndə göydən vurur. Bu dar yerlərdə bu qabaqdan gələn nədir belə başında işıqla? Vitek adın yazıb. Normalda bunların polislərində miqalkadan əlavə belə ağ işıq yanır ortasında. Belə deyək də miqalkaların ortasında ağ işıq yanır və uzaqdan onu görəndə seçirsən ki, bu stasionar nəqliyyat vasitəsidir. Yəni istər ambulans olsun, istər pajarlısı olsun, polisi, transportu, miqalka hüququ olan maşınlardan söhbət gedir dostlar. Arada bir bax belə sağ eləyirəm, sonra sol eləyirəm ki, pritsepin tam arxasını görüm. Ki arxamıza oğru motosiklet sürənlər yığışsa görə bilək. Pritsepin arxasında o görsənməz. Arada bir bax belənsə maşını oynadıram ki, o onu görüm. Niyə bunu eləyirəm dostlar? Çünki pritsepin tormuz yeri sol tərəfdədir. Bütün tormuzdur, paduşkaları regrovka yeridir, dincilin
Riqlovka yeridir. Hamısı sol tərəfdə və açıqlıqdadır. Mən həmən o məni soymaq istəyən motosiklet olsunmu deyim, ya kim olur olsun, mən ona fikir vermərəm. Arxamca gələr, ani bir moment böyrümə keçib bir dənə onu çəksə bəsdir. Təkərlər tutacaq. Təkər də tutanda maşın onu dartmayacaq. Sırazı maşın saxlayacaq. Ondan sonra luçu düşmə maşından. Ay nə bilim, düşərəm, nəsə eləyərəm. Adam qara dərili olar, silahı olar. Zaten heç nə eləyəsi dörsən, ölüb qalassan buralarda. Ən pis halda şikəst, ən yaxşı halda şikəst eləyəcək səni. Bizə nə söhbətdir? Yəni uzan kayfı tutdu o söhbətdir. O hal baş verməsin deyə dostlar, bəzən belə qaranlıqda getdiyim yerdə maşınıma belə sağa çəkirəm, sonra bir dənə sola eləyirəm ki, arxanı tam görüm. Gördünüz dostlar, güzgüdən baba sağa eləyirəm, bir dənə sola. Maşın işığı görsəndə, amma normalda o görsənmir indi düz gedəndə. Belə şeylər incədir. Amma incə məsələlər çox ağır olur dostlar. İncə məsələlərə diqqət eləmək lazımdır. Ala bu nə yaman gəlir hə? Çünki incə məsələləri fikir verilməyən məsələlərdir. Onların da fəsadları çox ağır ola bilər dostlar. Yer buz olmadığına görə retarderi pavorotda çəkə bilərəm. Problem yoxdur. Yəni kayne problem. Arxama bu maşın dirənib, amma məni keçmək istəyir. Qoy dalini vurum gəlsin. Bizdən uzaq olsun. Şo, getdi. Sağ ol qaqa, yaxşı yol. Yolun açıq olsun. Şəhərin içinə çatırıq burada. Ban Bistriza. Bu hara gətirir məni? Bunun başı xarabdır, nədir? Qob dəqiqə deyən. Udalic astanovka eləyək. Udalic. Bunu. Tak. Biz buranı düz gedəcək. Bu niyə bizi bura çıxartdı? Tak, bir dəqiqəyə. Düz çıxdıq da mənim qardaşım. Atam qardaşım. Bura abiyezd verir də, yəqin təmir gedir. Avtobanda təmir gedir ki. Niyə belə? Avtobanda təmir gedir görsədir. 59-77. Düz getməliyik də, biz yəqin ki dönməməliyik. Başa düşmürəm, avtobanı bağlayıblar ki. Şu avtoban federal Bratislava yoludur. Bu mənə niyə belə görsədir kətlərlə? Yerli ilə vermir, buna baxın. Buna baxın dostlar, bu boyda avtobanı qoyub qırağı ilə mənə verir yerləri. Niyə belə? Protifdir deyə. Ola mən bura girərəm qaqaş, mən bura girərəm. Yox, girəcəm mən bura.
yol o qədər dardı ki və Perevaldır, bilinmir spustur yoxsa padyomdur, belə baxın qaya znakları verir, göydən qayalar düşmə ehtimalı yüksəkdir burada. Getdiyin yerdə daş düşdü başıma, halam oğul demişəm, meteorit düşdü başıma. Nə bilim, gecənin bir aləmidir, sağımız meşə, solumuz çaydır, göldür, nəsə belə bir şey, səhv eləmirəmsə çaydır, Dunay çayı Avropanın. Tez-tez dalin işığı yandırmaq məcburiyyətindəyəm ki yolu görə bilim və qarşıdan gələn maşına, üzbəyüz gələn maşına bildirə bilim ki maşın gəlir. Yəni abqona çıxma ehtimalları buralarda çox pis sürürlər maşını, yüksəkdir. Hələ qabaqda yerlər var ki, təsəvvür edin, refimiz hündür, 2.85 hündürlüydü dostlar, hələ içdəndir, çölü vəfşə bambeydi. Sol palasaya, zaten yerləşmirik palasaya, sol palasaya o qədər yaxın sürməlisən ki, sağ yuxarı tinin tutmasın qayaları, yoxsa sivirib aparar. Yüngül dəyməyi bir qırağa, yəni qayalara bax, dəymək bir qırağa dostlar, adi güclü küləyi belə onu laxlada bilər yerindən və üstümüzdə çökə bilər. O yüzden dalini yandıra bu çox yüksəyə qalxırıq indi hazırda. Düzdür, biz qədər biz başınlı hamı belə getmir. Baxın, plitələrlə necə yanbayan gedir. Bir dənə dalini sol xəttə yaxın sürməliyəm ki dostlar, sağımız plitələri kefindən qoymayıblar burada. Hər halda qayaların məsafə söhbəti, hündürlük məsələsinə görə, bayaq dediyimə görə qoyublar. Burada variant yoxdur dostlar, getməliyim. Aşma ehtimalı çox yüksəkdir. Çox yüngül promejutuk bir yoldur dostlar. Üst-üstə 60-70 kilometrdir ki bu qaydada getməliyik dostlar. Millimetr sol tərəfdən keçən furalara, millimetr sağ tərəfdə qayalara. Burada məsələ bəlkə də maşın sürməkdən deyil. 40 snakı verdi, məsafə 40 verdi burada. Yəni gör necə darlaşdırdılar yolu. Vsyo. Sanki tır yolu ilə getmirik. Sanki çox qısa keçir məsafə, çox qısa. Sağdan, soldan bəlkə kamera ötürmür dostlar, amma maşına əks külək rikoşet verib qayıtmağını hiss eləyirəm. Belə yerlərdə oyda pritsepin millimetr keçdi. Yəni variant yoxdur da, belə yolu işləməlisən, bu yolu getməlisən dostlar. Variant yoxdur. Hər halda təmir gedir burada, amma təmir getsə də belə yolu biraz enli düzəltsələr daha yaxşı olar. Çünki qayalara baxın dostlar. Bunların üstü dağlanlardır. Sel gələndə aparır. Yağış da təzə quruyub, şaxta 0 dərəcədir çöl dostlar. Hələ getmək olar. Amma burada dayanmaq da niyyətində deyilik dostlar. Hər an hər şey olma ehtimalı çox yüksəkdir ki olur da. Türk maşınları burada tez-tez dayanırlar, Avropa işləyənlər. Türk restoranları var deyə. Sağ tərəfə çox baxmıram, fikrim yayınmasın zolaqdan deyə. Amma variant yoxdur, getməliyik. Bu mərət elə bir şeydir ki, oturdunsa bunun roluna bunu eləməlisən. Tez-tez dostlar, baxın xəritəni də açıq qoymuşam ki, sərt pavorotları görə biləm. Bilmirəm, kamera ötürür sizə sol tərəfdən necə, sağ tərəfdən necə millimetr qoya-qoya gedirik.
İstər Agrajzeniyaya, istər Konuslara. Xoşum gəlmir mənim vəbşə bu yoldan. İstiqamətimiz cəmiyyədir, Portadır, Konstansiyadır dostlar. Qaradənizin sahilinə maşın cəmiyə yükləyəcək. İnşallah qismət olsa hamısını sizə tanış eləyəcəm. Tək ki salamatçılıqla gedək çataq. Buxarest şəhərinə 232 kilometr hələ yolumuz var. 232 kilometr magistral olsaydı dostlar 2 saat yarım görsədərdi, maksimum 3 saat. Amma bizim vəziyyətimizdə dostlar biraz sağa verək, yol enləndi buldu, arxadakılar gəlsin keçsin. Bizim vəziyyətimizdə dostlar 3 saat 50 dəqiqə görsədir. Çünki yol enişli, yoxuşlu və balasa qutardı. Arxaya bildirək. Yol enişli, yoxuşlu və dağlıq ərazilərdən keçir. Hər yer qaya. Qədim yerlərdir. Buradan heç magistral keçməyib. Yeni başlayıblar atmağa hər halda. Yəni 6-7 ildə. O da alınmayıb, indi enlətmək niyyətindədirlər düşünürəm. Amma yəni variant yoxdur dostlar, getmək lazımdır. Sərt döngə sağa. Polnu. Perivalda dostlar dağa qalxıram. Scania 450 dənə atı ilə arxamızda dayanıb. O yüzden bundan da sərt dağları qalxıb gəlmişəm dostlar. Sağ tərəf qayalardan əlavə qayaların ətrafında budaqlar bitib. Bax gör arada dayanıb. Taxograf arada qutarıb bu yetimin. Məcburiyyətdən qayanın altına dayanıb ki, gelib cərimə yeməsin taxograf pozduğuna görə. Risk, sürücü həyatı. Amma mənim taxografım qutarmayacaq, çünki bura çatanda taxografım doldu, dayandım, çıxartdım kartı. Çünki həyatımızla risk eləyə bilmərik dostlar. Yenə qaya znakı verir. Qayanın uçma znakını verir. Həyəcanlı yoldur. Amma vərdiş öz sözün deyir. Ona görə rahat şəkildə irəliyə bilirik dostlar. Sərt döngə. Sərt döngə, sərt döngə, sərt döngə. Oh, prinsip. Tır necə keçdi? Bu nədir belə? Körpü. Ay, hündürlük verər birdən. Ya Allah. Yox, furalar işləyir. Bəh, 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 bəh. Makaba qoyurlar bura Amerikanski. Podiuma. Bəlkə dayanaq bir yeməyi yə normalə. Amma yox, burada dayanmaq da öz bir iş deyil. Yox, yemək yesək vaxtımız gedəcək və sağa baxıq. Uca bu sağımız dərədir. İndi də budaqdır. Bilirsiniz də dostlar, priключения harda orada mən dartır məni. Buna bax, harda dayanıb. Priключения də məni dartır. İçimdən də bir səs deyir ki, problem yoxdur, dayan çörəyi ye. Bilmirəm kimə qulaq asım, sizdən məsləhət görürsünüz. Qayalara baxın, çıxıntılı qayalar deyib ha. Daşlara baxın necə çıxıb buradan çölə. Bu momentdə bu sağdakı ağ zolaq adama köməyinə gəlir. Əsas ona yaxınlaşmayasan, sola yaxın tutasan, hətta tapdalasaq problem yoxdur. Təzdən perival, təzdən qaya uçqunu. 40 maksimal limit verir bizə, amma bizim sürətimiz var. Azaldaq sürətimiz retarderlə. Çox azaldırsan, sonra podiuma rasxodu çox aldırsan da dostlar, yanacaq sərfiyyatını.
Ona görə hər zaman deyirəm ki, dostlar, aldığım, Azərbaycana apardığım maşınlar Azərbaycana qədər mənimdir. Yəni, öz malıma, mülkümə necə pəhpəhlə, üfrə-üfrə nəzarət eləyərdim, incəliklə ondan davranardım, eləcə də mənə əmanət olunan xalqın malına da. O yüzden dostlar, belə yerlərdə nə saxlayıram, nə dayanıram, nə dururam, nə yanacaq vururam, heç nə. Təhlükəli yerləri yalnız tranzit keçirəm. Normal, üstü açıq, səma görsənən parklarda dayanıram. Hansılarda ki, kamera və işıq sistemi var ki, oğurluqlar olmasın. Yoxsa burada siqanlar çoxdur. Nömrəli maşınlar əlavə qapı kilidi alırlar. Yəni, bu qapını belə mən bağlamaqla olmur. Maşının içine girən daim oğrular bu kilidi açmağı bacarırlar çöldən. Bildiniz necə? Bizim də önümüz Polyakdır, arxa pritsep Hollanddır deyə, çox uzaq diyarlardanıq deyə zaprısta gecə ilə bizim maşınımızı apararlar. Sual verərsiniz, yuxudan oyanmazsan, yox oyanmazsan. Zaten qapını elə səssizcə açıb içəri bir dərman atırlar ki, gecən xeyrə qalsın. Getdin bir 5-6 saatlıqda uyuyursan. Yanında bomba partlasa da durmursan. Əlavə qapı zamokuna kilidlər nömrəli maşınlar istifadə edir. Dəmir kilidlər. Açır qapını, kilidi qoyur zamokun ağzına, bağlayır, çöldən də, içərdən də qaykayla sıxır onu. Onu çöldən yaranda o dəmiri açarı içərdədir deyə aça bilmirlər o dəmiri, dostlar. Və maşının içindəki işığı, bax bu vəziyyətdə, baxın, qoşlu qoyursan ki, yəni qaranlıq olur içərisi. Sadəcə qapılar atılanda işıq yansın funksiyasını qoşursan ki, hər ehtimala qarşı gecə maşını atsalar, qapı açılmasa da belə zazor qalacaq da o dəmirə dirənib, öncə dediyim dəmirə. İçərin işığı yansın və sən oyanasan. Oyanıb həmən vaxtda səs-küy eləyəsən, siqnala, yol dayandı. Dairə deyə bura. Səs-küy eləyəsən, siqnal falan ki, ətraf maşınlarda olanlar da oyanıb, onlar da siqnala basırlar, bilirlər ki, hansısa kolleganı soyurlar. Dar kruqumuz var, dostlar. Kruqu girək, çıxaq, videomuzu qabaqda davam eləyək. Bizim için problem değil belə yerler, dostlar. Bizim için problem değil. Yavaş yavaş, tələsmədən. Maşının burnu keçdi, o demək deyil ki, döndərməlisən. Arxanı düşünmək lazımdır. Getdik, dostlar. Qırğın deyə, qayalarla belə bildiyim məzələnirik. Belə yol olar, qardaşımsan. Qardaşımsan maral kimi. Belə yol olar, ay başvadır. Naprava niyə? Allah, hamı düz gedir, məzələnsən. Ciş də, bu dəli də. Mənə deyir, bu sağa gedir buradan. Buna bax, dağa. Allah, yer işinlə məşğul. Dar yoldur. Nə bilim, itələmişik, nə olayı. Sən sürətli yoldur, hamı itəliyib. Dala qalanda da elə pavorotlar var ki, ora tırrıq deyil, amma xəritə basır. Heç olmasa, uzaqdakı tırları takip eləməliyik ki, onlar gedən yola girək. Qırğındır ya. Allah, bu da dönür. Sənə Allah deyəm bir dəqiqə qardaşımsan. Cüzdür, nədir? Burada adam dönər, Burada adam dönər. Gördüm. Mənim arqat deyirsən. Bəh. Əməlli millimetrə. Allah deyəm. Kip maşındır da. Pavorotlara girməyə maşallah da. Qabaqdakı da itəliyib, rumundu, balqardı, nədir, qoyub üstünəyi. O sürür, biz də məcbur onu takip eləməliyik ki, o buralıdır da ən azından.
Ay dağlarda gəzən oğlan, gəzən oğlan, gəzən oğlan, hərdən məni yadına sal. Hərdən məni yadına sal. Qaqaş sağ olsun, sürəni də. Ucu lisə vaxtı bunu da onunla gedirəm. Arada mənə avariya zat yandırır ki, malades gəlirsə. Qaqaş, bizə nə belə şeylər, basma uşağıyıq, biz bunun içində böyümüşük. Əvvəl söz-söhbət idi, basmayın o 2008, 9, 10, 11-ci ildə. Sonradan işlər başladı, əskəriyiz. За взрослый жизнь necə deyərlər, tutmaq lazımıymış deyə söz-söhbətin zaten başını buraxdıq. Elə hamımıza, bütün bizim indiyə qədər dostluq elədiyim yoldaşlar, dostlar. Böyle başımda o kadar. Hər gün bir mövzu, hər gün bir tema. Hoppana! Necə keçdik ağaç? Bir-birimizlə, hə? Qəşə, qayalara bax, qayalara. Bir dənə bu traba, bir dənə bunu qorxudum. Hop! Tiksindin qaqaş. Draganeşdi. Yəni, Draganeşdi kəndə də hoşum. Xəritəyə vurun baxım da bu perivallara. Draganeşdi. Mən qorxuzmaq bir qırağa solu tutmalıyam məcbur pavorotda ki, sağım qayadır. Pritsep 30% kəsir pavorotu. Sürənlər bilir. Dalınca gəlmir sən trayektoriya, gedəcəyin trayektoriyada. Sən dönürsən, pritsep kəsir yolu. O yüzden mümkün qədər solu tutmalıyam ki, sağdakı qayalara refimi sündürdü. Tutmasın. Bu yolda bir sən nə yaparasan? Ekskavator zat belə diamondla. Bəh. Amma biz kəsbik vaxta girmişik də, hava təzə qaralıb, saat 7-dir, 8-ə işləyir. Buranı gecə keçmək daha məsləhətdir. Gecə ümid edirəm boşluq olar, amma onun da bir şeylər var da dostlar. Gecənin də fəsadları var da dostlar. O vaxt bizə yuxu üçün verilib, biz özümüzü yaxşı sayıb, gümrah saya bilərik. Çox dar yoldur, üzbəyizdəki gələn maşın, istər balaca, istər böyük maşın. Yüngül varıb, ani moment gözün qırpsa, mürgüləsə gecən xeyrə qalsın da, yəni alınası şey deyil. O yüzden elə lazım olan yerdə lazım olmayan vaxt olmadığımız üçün yatdıq, bu vaxt gəldik bura. Nətərsə belə. Ümid edirəm düz dedim. Tak, bizə deməli hələ ki pavorota var. Gedək də, ola gəlirlər, patok gəlir. Girmədi aramıza, sür, malades. Malades. Getdi onun arasına girdi. Abqon qutardı deyə keçə bilmədim. Mən gedərdim bomba. Yəni o boyda sürəti öldürməyin adı yox idi. Amma mən gedərdim, niyə deyirəm? Yuxarıdan mən görürəm ki, uzaqdan gələn yoxdur. O yetim balaca maşınla görmür axı. Ona görə düz qərar. Gözün kəsmirsə girməyəsən. Oo, qaqaş! Tuchicos. Estericos de la Portos Eskimosos. Korbu. Qayalara bax, qayalara. Qaya bir qırağa, qayadan budaq çıxır. Tak. Sən niyə tormuz verdin? Sürə sür qaqaş, işləmək lazımdır, işləmək lazımdır, sür. Dərədir, sağ dərədir, bax. Nə bax? Bildiyin trasdır, trasın böyrü dərə, dərənin böyrü də qapıdır. Cəmaatın varatasıdır. Представь, sən onun varatanı açıbsan, maşınla çıxırsan çölə. Ha, gecən xeyrə qalsın. 3 gün oradasan. Bura çox mənzərəli yerdir dostlar. Prosta burada indi kameraya ötürülmür.
Amma düz böyük gölün yanından ətraf hündür dağlardır. Çox hündür dağlardır bura. Yəni təpələr deyil, atsız yüksəkliklər deyil. Rəsmən dağlardır. Bizim Kiçik Qafqaz dağları kimi də belə görsənən Azərbaycanın gözəl güşələrindən. Bəzi yerlərdə belə tikintilər eləyiblər ki, o torpaq sürüşməsinə gəlməsin, çaxmasın bizə. Bəzi yerlərdə də barjorlar çölə çıxıb. Çox solluq sürdü, Lekkovoy qorxdu. Hə, qayıtdım şüvənli eləmə, qayıtdım palasama. Radyoda işləmir. Bu işıq yanan yer var, yuxarıda aşağıda işıq görürsünüz. O aşağıdakı göldən vurulan işığın əksidir. Yəni super mənzərəli yerlərdir, istirahət zonalardır buralar. Nə tərsə olub içindən belə tras gedir. Özdə birbaşa Buxarestin içinə gedib ki, bu yol. Buradan da çıxacaq gicgicə perivallarla avtobandan da Buxarestə. Buxarestdə abyezd eləyəcək Tsiqanların məhəlləsi ilə Veçni düz hara Konstansiyaya, gəmiyə. Səhər gəmidə sənədləşmə eləyək, maşın təhvil verək, təyyarə ilə qaydaq Varşavaya, o biri maşınımızı götürməyə. Bu maşını göndərənə qədər də onu yüklü vəziyyətdə gətirib çatdıraram gəmiyə inşallah. Bir yerdə gedər, uçub gedib Potidən qarşılayaram papamla. Refimiz də mil kimi də maşallah. Hop! Hop! Qaqaşa bax, sigareti nətər tullatsa yerdən iskra. O, iskra çıxdı. Qaqaş sürür ha, malades tent. Kimsən bir dənə qoy sənə yaxın sürəyə də. CJ 306. Qaqaş Balqar deyə bu. Malades sürənsən, qaqaş. Təliyibsən. Bir dənə pavorot buraxma deyib. Mən girdiyim sürətdə ləmlədi, bu da girdi. Malades. Düşünməyin ha dostlar, indi bəzi o İnsanlar var ki, yazırlar ki, ay elə bək sürürsən, belə bək sürürsən. Mən sürət həvəskarı deyiləm. Öncəki videolarda da paylaşmışam, görmüsünüz. Elə bir yer var ki, belə keçməlisən. Bax, fikir edirsiniz, bayaqdan mən necə gedirəmsə, öndəki tıra nə uzaqlaşıram, nə yaxınlaşıram. Hələ daj uzaqlaşıram. Bu yolun patoku budur. Axınla getməsən, vurarlar səni. Hadisə olar. Arxam dolu, qabaq dolu, sağım yalan, solum yalan. Yəni bu söhbətdir. Ona görə yəni burada məcbursan. Və məndən o Avropada işləmək istəyənlər, tır sahəsindən heç bir anlayışı olmayan insanlar ki var, bugün pul sıxıntısı var deyə gəlib başını götürüb burada işləmək istəyirlər. Belə şeyləri düşünün. Burada sürə bilmirsinizsə, belə yerlərə gəlib salacaqsınız yollar. Bunda nə edəcəksiniz? Getməlisiniz, gedə bilməyəsiniz. Bir dənə kiçik bir hadisə bu yol bir 5 gün dayanacaq. Bunun başqa bir gedişi gəlişi yoxdur, alternativ yolu. Bir dənə yoldur, dağa qalxır, dağdan düşür. Vəssalam. Siz, yəni İraq olsun, burada bir şey olsa kömək də gəlməz sizə. Çünki hər yer tıxanacaq. Arxa, qabaq, üzbəyüz hər yer tıxanacaq. O yüzden yenə perival. Birinci növbədə Allah hər kəsin köməyi olsun. Əsas da yollarda evlərindən uzaq ailəsinə çörək pulu qazanmaq üçün müəyyən riskləri gözlərin qabağını alan kəslərədir sözüm. Amma ondan da əlavə Avropada gəlib işləmək, Avropanın hər yeri düz yol deyil. Bəli avtobanları əladır, bəli təmizlik, bəli enlilik. O sənin tranzit keçdiyin yerlərdir, amma sən yükü avtobanda boşaltmırsan axı. Sən yükü hansısa qəsəbədə, şəhərdə boşaldırsan. Təbii ki, dar yerlər görürsən. Belə və bundan da çətin yerlər görürsən. Və bizi izləyən tır sürücülərimiz var ki, onlar
Bu dəqiqə yollarda bizi izləyirlər. Hardasa Türkiyədə, Rusiyada, Belarusiyada daban döyürlər, amma bizim videomuza baxırlar. Onlara buradan salam olsun. Onlar ondan da çətin yerə giriblər. Bilirəm və əminəm. Amma bunlar bu işi bacarırlar. Bu işin sənətkarıdırlar. Sıfırdan gəlib Avropada maşın sürmək istəyənlərə tövsiyə eləmirəm. Öncə siz öyrənin, bir oput yığın, staj yığın. Mən elə yuxudan duran kimi gəlib oturmadım ki, bu sürətlə bu yolu qayalarla getmədim ki. Müəyyən illər devrində öyrənmişəm. Bəli, həyat məcbur eləyib. Bəli, həyat məcbur eləyib. Heç kim keyfindən, evindən uzaqlaşmaz. Heç kim keyfindən gəlib bu küçədə, çöllükdə, qayanın dibində risk eləməz. Türkiyədə, Hopada olan hadisələr burada da olur. Qayalar uçur. Deyə yer qayadır başdan ayağa. Bunlar trasa dağılıb, ikimizə başına götürüb atıblar o tərəfə. Gə hadisə Hopada olanda kimsə o boyda kilometrar atıb gözləyərdimi ki olsun? Bu həyat məcbur eləyib. Sizi də əgər məcbur eləyirsə bunu öyrənin. Siz çiyninizdə yük daşıyırsınız. Lekqavoy maşın deyil ki, hansısa sərnişinin həyatı sizə həvalə olunsun. Çiyninizdə yük var sizin və yükün də müəyyən bir dəyəri var. Minimal 50.000 euro. Minimal da, yəni elə belə 50.000 euro fakturasıdır. Plus maşının sahibi var. Bir 50.000 euro da onun qiymətidir. Plus bir 150.000 euro, 1 milyon euro sənə elədiyi etibardır. Bunlar hamısı şərtdir dostlar. Nəysə, mənə də zəng gəldi.